Dünya mediasının Şuşadakı möhtəşəm zirvə görüşü ikinci günündə də aktual mövzularla davam edir. Sülhün təşviqində medianın missiyası, həqiqətin bərpası və etimadın yenidən qurulması mövzusuna həsr olunan forumda bugün əsas diqqət qlobal informasiya təhlükəsizliyinə yönəlib. Forumda çıxış edən prezidentin köməkçisi Hikmət Hacıyev rəqəmsal əsrin ən böyük təhdidlərinə diqqət çəkib. İnformasiya təhlükəsizliyinin artıq milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu deyən Hacıyev, dövlətlərin informasiya məkanında ciddi çağırışlarla üz-üzə qaldığını vurğulayıb. Azərbaycanın uzun illər boyu xüsusilə işğal dövründə və vətən müharibəsi zamanı böyük qarayıxma kampaniyalarının hədəfi olduğunu xatırladan rəsmi Bakı, bugün ən effektiv silahın faktlara söykənən jurnalistika olduğunu bəyan edib. İkinci günün sessiyasında süni intellektin media sektoruna gətirdiyi yeniliklər və risklər də geniş təhlil edilib. Qeyd olunub ki, yeni texnologiyalar məlumat istehsalını sürətləndirsə də, saxta məzmunların yayılması riskini qat-qat artırır. Oxucu etimadını qorumağın yeganə yolu isə obyektivlik və qərəzsizlikdir. Post-münaqişə dövründə Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng bərpa işlərinin dünya mediasında düzgün işıqlandırılması da əsas hədəflərdən biridir. Hikmət Hacıyev xarici media nümayəndələrinin bölgəyə səfərlərinin və real vəziyyəti yerində müşahidə etmələrinin önəmlini xüsusilə vurğulayıb. 4-cü Şuşa Qlobal Media Forumu qlobal çağırışlara qarşı media nümayəndələri arasında beynəlxalq dialoqun qurulması baxımından növbəti dəfə mühüm regional platforma rolunu uğurla yerinə yetirir.